Azərkitab kitab təbliğatı mərkəzi oxucuların istifadəsinə verilib. 4 mərtəbədən ibarət mərkəzdə gənclərin asudə vaxtının səmərəli təşkili üçün istənilən sahəyə aid kitab toplanılıbdır. Mərkəzdə yerli müəlliflərlə yanaşı xarici ədəbiyyatda üstünlük təşkil edir. Azərbaycanda xarici ədəbiyyatın tərcüməsi azdır, xüsusilə elmi, hüquqi ədəbiyyat azlıq təşkil edir. Azərkitab Təbliğat Mərkəzi bu problemi aradan qaldıracaq. Mərkəz dünya ədəbiyyatının Azərbaycana gəlişini də təmin edəcək. Tip sahəsində əsasən bizim problemlərimiz var. Xaricdə, İngilis dilində, Rus dilində çap olunan tip ədəbiyyatı bugün Azərbaycan dilində yoxdur, yox dərəcəsindədir. Hələlik bugün bilirsin ki, Türkiyə vasitəsilə bizə o tip ədəbiyyatı kitabların tərcüməsi çatdırılır. Lakin bizim növbəti elə bizim layihələrimizin tərkib hissələnən bir də odur ki, biz tərcümələrə fikir verək. Millət vəkili Əflatun Amaşov isə ölkədə oxu qabiliyyəti olan insanların sayının 5 milyona çatmasına baxmayaraq Azərbaycanda kitab mağazalarının sayının azlıq təşkil etdiyini dedi. Nəticədə savadsız kadrlar yetişir. Kitabı oxumağı özünün peşəsinə yiyələnməsində əsas vasitə sayırsa, o xalq inkişaf etmiş xalq olur. İndiki şəraitdə, qlobal məqamda o xalq başqa xalqlar arasında öz yerini daha düzgün müəyyənləşdirir. Çünki inkişaf üçün yol elmdən keçir, bilikdən keçir və kitablardan keçir, kitab mağazalarından, kitabxanalardan keçir. Mərkəz Təhsil Nazirliyi ilə də əməkdaşlıq edəcək. Əməkdaşlıq çərçivəsində vaxtaşırı məktəblilərlə ziyalıların görüşləri təşkil olunacaq. Bununla yanaşı mərkəzdə müsabiqələr, xeyriyyə aksiyalarının təşkili də gözlənilir. Leyla Abbasova, Fərdəlzadə, Bakı.